Salam değerli izleyiciler, kanalıma hoş gelmişsiniz. Bugün size Türkçe yeterlilik belgesi en asan yolla necə alına bilər, hardan alına bilər, qiymətləri nədir, hansı universitetlər verir, Azərbaycanda mı alaq, Türkiyədə mi alaq və s. və s. suallarınızla bağlı cavab tapacağınız bir video olacaq inşallah. Deməli, bu ümumiyyətlə Türkçe yeterlilik belgesi sizə əvvəlki videolarda da demiştim. Yani olmazsa olmaz bir belge değil. Bu belge olmadan da siz Türkiye'de təhsil ala bilərsiniz. Ancaq hazırlıq sinfinə daxil olacaqsınız. Yəni universitet baxır ki, sizin Türkçe yeterlilik belgeniz yoxdur. Yəni siz Türk dilini bildiyinizi rəsmi olaraq sübut edəcək bir sənəd yoxdur və universitet deyir ki, mən səni qəbul eləyirəm. Ancaq sənin gəlib bir il hazırlıq oxuman lazımdır. Hazırlıq dediyimiz şey də Türkçe hazırlığıdır. Yəni Türk dilində təhsili alırsınız və sonda imtahan olur. Siz o imtahandan uğurla keçsəz, siz əsas təhsilə, iqtisadiyyat, məsəl üçün iqtisadiyyat təhsilinə başlaya bilərsiniz. Amma o imtahandan keçə bilməsəz və keçə bilməsəz, siz kəsilirsiniz və qeydiyyatınız da ləğv olunur. Ona görə bu Türkçe yeterlilik belgesi önemlidir. TÖMER belgesi diyen var, Türkçe yeterlilik belgesi var, TYS diyen var, Türkçe yeterlilik sınav sertifikatı vesaire. Yani bütün adlar tek bir şeydir. Türkçe belge, yani sizin Türkçe bildiğinizi sübut edəcək belge C1 seviyesi, yani minimum C1 seviyesi lazım olur size. Ve ben bunu da qeyd eləmək istəyirəm ki, Türkçe yeterlilik belgesi üçün müraciət edəcəyiniz imtahan normal IELTS, TOEFL kimi danışma, yazma, oxuma bölümləri olan bildiyiniz standart dil imtahanı kimi bir şeydir. Deməli, bu imtahan nəticəsini, yəni bu sertifikatı necə əldə edə bilərsiniz? Bunun bir çox yolu var. Mən ilkindən başlayayım ki, Azərbaycanda bunu necə əldə etmək olar? Deməli, Azərbaycanda bunu Yunus Emre Enstitüsünün, Yunus Emre Enstitüsü Türkiyənin dillə bağlı bir qurumudur və nəinki Azərbaycanda bir çox dövlətdə filial kimi fəaliyyət göstərir və ildə 3 dəfə təşkil olunur. Birinci imtahan 1 fevralda, ikinci imtahan 17 mayda və üçüncü imtahan 27 sentyabrda. Yəni siz indi əgər bu videoya baxırsınızsa 27 sentyabra müraciət edə bilərsiniz. Amma burada önəmli bir məsələ var ki, əgər siz güz dönemi, yani bu dönemde müraciət etmək istəyirsiniz, qəbul olmaq istəyirsinizsə, 27 sentyabr sizin üçün gecdir. Yox, əgər deyirsinizsə, mən yanvar, dekabr ayında müraciət etmək istəyirəm, $100 verərək, qiyməti $100'dır. Bu imtahanda iştirak edə bilərsiniz, ürəyiniz də rahat imtahandan keçib, qışda rahat müraciət edə bilərsiniz. Amma bu dönem üçün, güz dönemi üçün, müraciətlər üçün 27 sentyabr siz gecikmiş bir tarih olacaq. O vaxta kimi bütün universitetlərin qeydiyyatı da bitəcək, elanlar da olmayacaq. Bəlkə bir-iki dənə qalar, onlar da qazanıb qazanmamaq ehtimalı var. Düşük bir ehtimaldır açığı. Yəni bu imtahan başvuru tarixləri 27 sentyabr üçün başvuru tarixləri 3-28 avqustdur. Mən sizə məsləhət görürəm ki, eğer bu dönem başvuracaqsınızsa, Türkiye'deki üniversitetlere ümumiyyətcə bu 27 sentyabr məsələsi sizə ait deyil, çünki gecikmiş olacaqsınız. Qiymətini dediyi $100. Yaxşı, bəs Azərbaycanda verə bilmirik, bu imtahanı harda verək? Türkiye'də də verə bilərsiniz. Türkiye'də müəyyən universitetlər var ki, demək olar ki, hər 10 universitetdən 8-ində TÖMER, yəni Türkçe dil mərkəzləri fəaliyyət göstərir. Yəni siz o universitetlərdən birinə müraciət edərək, bəzən bir gün içində belə sizə sertifikat verirlər. İndi o universitetlərdən bir neçəsini mən sizə burada sayacağam. Burada Türkiye'də TÖMER belgesini en rahat almağın yolu mən deyərdim ki, Gazi Üniversitetidir. Gazi Üniversiteti Ankara'da yerləşir. Burada Gazi Ankara'da hər gün saat 13:30'da TÖMER imtahanı keçirilir. Mən şəxsən 2017-ci ildə Türkiye'ye gələndə imtahanı da orada bir gün içərisində verdim. O gün içərisində də sertifikatımı aldım. Qiyməti də vallahi o vaxt 100 TL idi. İndi hal-hazırda 2000 TL-dir. Hətta o 2017-ci ildə sərhədlər belə açıqdır. Mən qocalmışam, fosilləşmişəm. Yəni Gazi Üniversiteti birinci sizin tercih eləməli olduğunuz universitet. Yəni imtahanı da asandır. Yəni bir-iki dənə türk serialına baxmısınızsa, əmin olun ki, imtahandan C1 səviyyəsini rahat alacaqsınız. Yəni müəllimlər də sizi çox sıxışdırmır, yola verməyə, kömək eləməyə çalışır ki, yeter ki siz C1'i alın, C1 səviyyəsini belgəni alın, ürəyiniz rahat olsun. Deməli, Gazi Üniversitetindən sonra
Ankara Üniversiteti var. Yine bu da Ankara'da yerləşir. Adından da göründüğü kimi. Ankara Üniversitetinin bir özelliği var ki bu sizin çok hoşunuza gelecek inanıram. Online imtahan seçeneği de var. Yani siz burada hiç Türkiye'ye gelmeden online şekilde imtahan verebilirsiniz. Qiymət 6000 TL Türkiye daxilində 6000 TL-dir. Əgər Türkiyə xaricindən köçürmə eləyəcəksinizsə $150 ödəməlisiniz. Məsələn üçün Ankara'nın belə bir versiyası var ki, tutaq ki sizə bugün 5-ci gün, hər 5-ci gün burada imtahan keçirilir, amma 5-ci gün sizin için alınmır. Siz deyirsiniz ki, kaş ki 3-cü gündə olsa. %50 daha çox pul ödəməklə sırf sizin üçün sizə özəl, individual orada imtahan təşkil edə bilirlər. Yəni bu versiyada var. 5 iş günü içində sizə belgəni təslim edirlər, amma Qazidə bir gün içərisində imtahanı verirsiniz, 1 saat sonra sizə sertifikatınızı verirlər. Üçüncü üniversitet isə İstanbul Üniversitetidir. İstanbul Üniversitetində də eyni gün içərisində sizə belgəni verirlər. Burada da iyul-avqust aylarında 2-ci və 4-cü günlər saat 14:00-da İstanbul Üniversitetində də TÖMER imtahanı keçirilir. İmtahanın qiyməti 50 eurodur. İmtahan müddəti isə 2 saat. Bu imtahan müddəti dəyişir. Üniversitetdən üniversitetə, mərkəzdən mərkəzə dəyişir. Ən son çox vaxt danışma olur. Bunu da araya qoyum bir dənə. Yəni siz yazılı imtahanı keçirsiniz. Ondan sonra IELTS kimi sonda bir danışma mərhələsi, ümumi suallar verirlər. Türkiye'ye niye geldin vesaire. Bu tip suallar. Dedim ki ben hiç imtahana hazırlaşmamıştım. Yani o imtahanı verdim. Siz də çox rahatçılıqla verə bilərsiniz. Bunun xaricində Sakarya Üniversiteti var. Qiymət 3000 TL'dir. Çərşənbə günləri burada Türkçe yeterlilik imtahanı keçirilir. Online versiya burada yoxdur. Marmara Üniversiteti var. 3600 TL'dir qiyməti. Hər cümə günü Marmara Üniversitetində də bu imtahan təşkil olunur. Bu en son belə bir məsələ var ki, indi siz Türkiye'ye gələcəksiniz, oteldə qalmalısınız, təyyarə pulu və s. ki, onsuz qiymətlər hamıya məlumdur. Bir variant da var ki, onu bilərək videonun sonuna saxladım. Deməli, Azərbaycandakı bəzi danışmanlıq şirkətləri Qazi ilə, Ankara TÖMERlə anlaşıb o imtahanı Azərbaycanda da təşkil edə bilirlər. Yəni siz Türkiyəyə gəlmədən də Azərbaycandakı Yunus Emre vaxtı sizə uymursa, bu tip danışmanlıq şirkətləri ilə əlaqə yaradıb, yəni orada dil belgesini rahat bir şəkildə ala bilərsiniz. İmtahan necə olur? Bundan bağlı məlumatım yoxdur, amma 1-2 nəfər tanıdığım var ki, bu şəkildə belgələrini əllərinə alıblar və rahat bir şəkildə də universitetə 1-ci kursdan hazırlıq falan olmadan necə deyirlər, başlayırlar. Sadəcə sizə bir bu məsləhət vermək istəyirəm ki, bəzi universitetlər olur Türkiyədə, tutaq ki, onlar qəbul eləmirlər. Misal üçün, deyir ki, İMİNli mənim TÖMER mərkəzimin sertifikatı olmalıdır. Mən bunu bir neçə ilanda görmüşdüm açığı. Misal üçün, siz Ankara TÖMER'dən alarsınız və yaxud Qazidən alarsınız. Amma məsəl üçün, Erciyes Üniversiteti sizə deyər ki, mənim öz şəxsi imtahan mərkəzimdə imtahan verməlisən və s. Bunu da elanda yazırlar. Olmasa siz yenə də baxa bilərsiniz. Dostlar, ən yaxşı variant. Gördünüz ki, başdakı qiymət də sizə yüksək gəldi. Tutaq ki, universitetə qəbul oldunuz. Heç nə, gəlirsiniz, yolunuzu Ankara'dan salırsınız. Orada düşürsünüz. Qazi Üniversitetində 13:30-da imtahanı verirsiniz. Axşam 4-də, 3-də, 4-də sertifikatınızı alıb oradan gedirsiniz kesin kayıt eləməyə. Yəni bu dil belgəsi ilə bağlı çox narahat olmağa dəyməz. Yəni bu videoda sizə 3-4 dənə üsul göstərdim ki, o belgəni necə almaq lazımdır. Ümid edirəm video sizə faydalı olub. İzlədiyinizə görə, dəstəklərinizə görə təşəkkür edirəm. Nə lazım olsa, nə tip sualınız olsa yaza bilərsiniz yorumlarda. YouTube kanalımda, Instagram səhifəm var. Oradan birbaşa da əlaqə saxlaya bilərsiniz. İki üniversitet arasında qaldım, hansını seçim və yaxud bu ixtisas yaxşıdır, o ixtisas pisdir, şəhər necədir, neynəmək olar və s. Bu tip suallarınızda harda qalmaq olar. Bununla bağlı da mənə yaza bilərsiniz. Təkrar təşəkkür edirəm, uğurlar diləyirəm hamınıza. Çox sağ olun.